Və biz müsəlman olaraq, yəni Allahın bu nemətini unutmamalıyıq. Bəzi qardaşlarım, e, tövbə haqqında danışmaq istəyirəm. Yəni biz daim tövbə edirik. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, mən gün ərzində 70, bir rivayətdə 100 dəfə tövbə edirəm. Allah Qurani-Kərimdə onlarla ayədə bizi tövbəyə çağırır. Və biz nə zaman tövbə edirik? Günah etdikdə. Yəni günah edirik, nə üçün tövbə edirik? Allahın əzabından qorxduğumuz üçün. Yəni müsəlman Allahın əzabından qorxduğu üçün tövbə edir. Tövbə yəni Allaha qayıtmaq, Allaha dönmək. Və alimlər deyirlər ki, yəni insanlar tövbə etməsələr, onlara etdiyi günahlara görə ya bu dünyada, ya bərzəxdə, ya da axirətdə bu dünyada etdiyi günahlarının qarşısı veriləcəkdir. Bu dünyada Allah sənə bir bəla verəcək, o etdiyin hədsizliyin qarşılığı olaraq. Və yaxud da o bəlanı qəbrə saxlayacaqdır, qəbirdə verəcəkdir. Ya da axirətə saxlayacaqdır. Axirətə saxlamasa da belə, yəni axirətdə o bəzi proseslər olacaq. Yəni orada belə səni cəzalandırmasa, axır yerin cəhənnəm olacaq. Yəni cəhənnəmdə o günahdan təmizlənəcəksin, əgər tövbə etməsən. Ona görə alimlər buyurublar ki, müsəlmanlar çoxlu tövbə etməlidirlər. Hər gün tövbə et. Allahım, sənə tövbə edirəm. Allahım, məni bağışla. Çoxlu tövbə etməlisən. Nə üçün? Allahın əzabından qorxduğun üçün. Çünki tövbə etməsən, sənə əzab gələcəkdir. İkincisi, əziz qardaşlarım, munib eləməliyik. Yəni, birinci biz tövbə edirik nə üçün? Allahın əzabından qorxduğumuz üçün. İkinci isə, müsəlman munib eləməlidir. Munib yəni Allahdan həya edərək günahı tərk eləməlidir. Məsələn, bizlər günah edirik, xətalar edirik, səhvlər edirik. Hamımız günahkarıq, hamımız günah edirik. Və biz bu günahı bəzən Allahdan utanaraq tərk edirik. Öz halımıza baxağın, görürük ki, əlhəmdülillah, sağlamıq. Aləmiz, əlhəmdülillah, xoşbəxtdir. Valideynlərimiz sağlamdır. Əmin-amanlıqda yaşayırıq. Nemətlərin üzərinə nemətlər gəlib bizə Allah tərəfindən. Və bu halda sən günah eləyirsən. Məsələn, zina eləyirsən və yaxud şərab içirsən və yaxud günahların sayı hesabı yoxdur. O günahların birini edirsən. Və sən anlamalısan ki, Allah sənə bu qədər nemətlər bəxş edir. Bu qədər nemətlərin qarşısında mən nə üçün Allaha üsyan edirəm? Yəni, bu halda müsəlman munib eləməlidir. Munib yəni Allahdan həya edərək günahı tərk eləməlidir. Üçüncüsü, əziz qardaşlarım, əvvab. Əvvab nədir? Müsəlman, necə ki Allah Qurani-Kərimdə Davud əleyhissalamı vəsf edir. İnnəhu əvvab. O dir əvvab idi. Əvvab da, əziz qardaşlarım, Allahı təzim edərək, əzəmətli edərək günah etməməkdir. Biri var, günahından belə deyək, tövbə edirsən, qorxduğun üçün Allahın əzabından. İkincisi isə Allahdan həya edərək günahı tərk edirsən. Üçüncü də Allahı təzim edərək günah etmirsən. Məsələn, bir günah edirsən və yaxud günah etdin, Allahı təzim edərək. Çünki Allah Qurani-Kərimdə buyurur ki, yuhazzirukumullahu nəfsə. Allah sizi özündən çəkindirir. Allah nə qədər rəhimli, mərhəmətli olsa da, bir o qədər də Allah Azza və Cəllə şədidul iqabdır, şiddətli əzab verəndir. Və yaxud zuntiqamdır, intiqam sahibidir. Allahın hədlərini aşırsansa, mütləq şəkildə səndən intiqam alınacaq. Amma bundan əvvəl Allah sənə möhlət verir, tövbə qapısını açıb, ölənə qədər, yəni hətta ölüm əyağında belə qarqara edirsən, o vaxta qədər tövbə qapısı sənə açıqdır. Təsəvvür edirsiniz. Allah bu qədər sənə rəhm edir. Neçə illər sənə möhlət verir ki, bəlkə bir zaman gələr sən tövbə edəsən. İkinci isə qiyamət. Təsəvvür edirsiniz, qiyamət. Qiyamətdə tövbə qəbul deyil. Yəni günəş məğribdən çıxarkən tövbə qapıları bağlanır. Yəni tövbə qapıları hər gün açıqdır. Allah Azza və Cəllə
gecənin 3-də 1-də dünya səmasına enir, qullarının günahlarını bağışlamaq üçün, qullarının tövbəsini qəbul eləmək üçün. Həmçinin gündüz əlini uzadır, qulların tövbəsini qəbul eləmək üçün. Tövbə qapısı açıqdır. Amma bunlara baxmayaraq, sən tövbə etmirsənsə, istiğfar etmirsənsə, günahda israrlısansa, bil ki, Allah şədidul iqabdır, zuntiqamdır. Səndən intiqam alacaqdır. Necə ki, dünyada bütün qanunvericilikdə belədir. Yəni, bir xəta etdikdə, bir səhv etdikdə, bütün qanunlara görə cəzalanırsan. Məsələn, oğru bütün qanunlara görə cəzalanır. Dünyada elə bir qanun yoxdur ki, oğurluq edəsən, sən cəzalanmayasan. Hara baxsan, hansı dövlətə baxsan, hansı dövlətin konstitusiyasına baxsan, oğurluğun cəzası var. Hansı qanuna baxsan, ölümün cəzası var. Hansı qanuna baxsan, fitnə fəsad törədənin cəzası var. Hər qanunda, əziz qardaşlarım, cəza var. Allah Azza və Cəllənin qanunlarında da cəza var. Yəni, oğurluq edəcəksənsə cəzası var, zina edəcəksənsə cəzası var, fitnə fəsad törədəcəksənsə cəzası var. Allahın əmrlərini yerinə yetirməyəcəksənsə, qadağalarından çəkinməyəcəksənsə cəzası var. Onun üçün, əziz qardaşlarım, bizlər daim tövbəkar olmalıyıq. Çünki Allah tövbəkarları sevir. İnnallaha yuhibbut tavvabin. Allah deyir, mən tövbə edənləri sevirəm. Həmçində Allah Azza və Cəllə peyğəmbərlərin Quran-ı Kərimdə vəsf edərkən onları munib adlandırır, munib. Yəni Allahdan həya edərək günahları tərk edən. Üçüncü isə əvvab olmalısan. Əvvab, Allahı təzim edərək günah etməməlisən. Yəni bu üç şey səndə olmasa, tövbən, həyan, bir də Allahı təzim edərək günahları tərk edəməsən, bil ki, ya bu dünyada sənə bəla gələcək, Allah Azza rəhm eləsə, sənin cəzanı bu dünyada verəcək. Çünki Allah Azza və Cəllə qəzəbləndiyi şəxslərin cəzasını gözlərin bərələ qalacağı günə saxlayıb. Yəni qiyamətə saxlayıb. Yəni müsəlman olsan, bu günahları etsən və tövbə etməsən, Allah Azza və Cəllə bu dünyada səni imtahan edəcəkdir. O günahları təmizləmək üçün kəffarə olacaqdır sənin üçün. Ya da ki, biraz da sənə qəzəbi çox olarsa, qəbrə saxlayacaqdır sənin cəzanı. Yəni bərzəx aləminə saxlayacaqdır. Biraz da sənə qəzəbi çox olarsa, diriliş günə saxlayacaqdır. Yəni məhşər günə saxlayacaqdır. O da dəhşətli bir şeydir həqiqətən. Biraz da sənə qəzəbi çox olarsa, cəhənnəmə saxlayacaqdır. Allahu akbar. O böyük bir müsibətdir. Yəni sənin kəffarən yalnız cəhənnəmə düşüb, orada cəzalanıb, müsəlmansansa oradan çıxmağın olacaqdır. Onun üçün, əziz qardaşlarım, nə qədər möhlət diyarındayıq, çoxlu tövbə eləməliyik və tövbəyə özümüzü vərdiş eləməliyik. İstiğfara özümüzü vərdiş eləməliyik. Və bu üç şeyi unutmamalıyıq. Günahlarımızdan daim tövbə etməliyik, daim Allahdan həya edib günahları tərk eləməliyik. Üçüncü isə Allaha təzim etməliyik. Allah Azza və Cəllə elə bir varlıqdır ki, onu belə deyək, əmrlərini aşağılamaq, əmrlərinə hörmət eləməmək həqiqətən onu qəzəbləndirir. Allahın əmrlərinə qarşı çıxarıqsa, Allah bizə qəzəblənəcəkdir. Və Allahın qəzəbi də, qardaşlar, həqiqətən də dəhşətdir. Necə ki, bunu da deyim, bitirirəm, qiyamət günü insanlar məhşərdə əziyyət çəkəcəklər. Hətta cəhənnəm əhli deyəcəkdir ki, Allah məhşəri bitir, bizi cəhənnəmə sal, canımız qurtarsın. Və onlar orada bir yol axtaracaqlar ki, Allah məhşəri bitirsin. Və peyğəmbərlərin yanına gedəcəklər. Adəmin, İsa'nın, Yusufin, İdrisin, hamısının yanına, İbrahimin, hamısının yanına gedəcəklər. Aleyhisselam. Və hamısı deyəcəkdir ki, nəfsim, nəfsim, nəfsim. Yəni, mən öz hayımdayam. Və deyəcəklər ki, bugün Allah elə qəzəblənmişdir ki, bundan əvvəl nə belə qəzəblənir, nə də bundan sonra elə qəzəblənəcəkdir. Hamısı Allahın qəzəbindən Allaha sığınırlar o gün. O gün dəhşətli bir gündür. Ona görə, əziz qardaşlarım, günahlarımızı o günə saxlamayaq. Elə bu dünyada, möhlət diyarında, bu dünyadan təmiz çıxıb gedək, səlim qəlblə çıxıb gedək, günahsız çıxıb gedək, müsəlman qardaşlarımızla halallaşaq, çıxıb gedək, heç kimə zülm etməyək, heç kimə əziyyət verməyək. Belə rahatlıqla bu dünyadan, belə deyək, canımız qurtarsın. Günahlardan tövbə edərək, təmiz olaraq bu dünyadan köçmək. Bu ən böyük nemətdir. Bu qədər. Allah bizə istifadəni etsin.